Sizlərə dosta qardaşa qismət olması sözün əsl mənasında top atsan dağılmaz, bina üslubunda inşa olunan əla bir həyət evini təqdim edirəm. Dəyərli izləyicilərimiz, yəni satışda hal-hazırda belə ev tapmaq çox çətin məsələdir. Şəxsi ev axtaran alıcılar üçün mükəmməl bir tikilişdə olan 3 sotda 11-in 10-a ölçülərində inşa olunan 3 mərtəbəli 2 mərtəbə plus mansard proyektində inşa olunan həyət evini təqdim edirəm. Ev dəyərindən qat-qat aşağı qiymətə satılır. Masazırda yerləşir. Masazırda elə bir yerdədir ki, yolu asfaltlı qapı yazan yolu Zaur Həsənov küçəsində yerləşir. Deməli, bura gəlmək üçün Masazırda bir neçə alternativ yollardan gəlmək mümkündür. Şok marketin arxa hissəsindən, Tam Store'un arxa hissəsindən gəlmək mümkündür. Evin dörd bir yandan keçmək mümkündür. Deməli, tikiliş zamanı kolonlardan, rigerlərdən, monolit betonlardan istifadə olunub. Evdə hər mərtəbənin kəməri, hər mərtəbənin monoliti atılıb. Yan hissələr kolon rigerlərdir. Əlavə olaraq mansarın üzərinə də kolon rigerlər, kəmərlər atılıb. Yəni ustanızı, mühəndisinizi götürüb gəlib bu evə baxsaz, 100% bu evə sahib olmaq istəyəcəksiniz. Çox mükəmməl bir tikilişdə evdir. Həqiqətən də sözümə inanın. 3 sotdadır. Evə qoyulan puldan aşağı qiymətə təklif olunur. Ev demək olar ki, betondan istifadə olunub. Hər tərəfdən, yəni betonlu bina üslubunda inşa olunub. Yerləşmə yeri, qapıyacan yolu asfalt. 6 nömrəli məktəbə də yaxındır. 569 nömrəli marşrut yoluna da yaxındır. Yolu asfaltdır. Bütün yaşayış obyektlərinə yaxın ərazidə yerləşir. 3 sotda da dəyərli izləyicilərimiz 11-in 10-a ölçülərindədir. Ev də torpaq da kupçadır. Daxili sahəsi evin 270 kvadratdır. Yəni ölçünü o qədər böyük götürüblər ki, evdə daxili sahədə kupçada 270 kvadrat yazılıb. Belə bir gözəl, geniş dəhlizdir. İkinci mərtəbəyə qalxan pilləkənlərdir. Burada ayrı-ayrılıqda hamam sanuzellərdir, yerləşir. Baxın belə. Dəhşət evdir. Həqiqətən də dəhşət evdir. Çox möhkəm tikilişə sahib olan evdir. Burada yerləşir evin mətbəxi. Bütün otaqları genişdir. Geniş bir qonaq otağı var. Baxın, qonaq otağına baxın. Döşəməsi ümumilikdə betondur. Yəqin ki, yəni bura ev sahibi fikirləşib ki, istipol etsin. Planlar dəyişildiyi üçün bu ev satılır. Evə baxanda bilinir ki, yəni satış məqsədi ilə inşa olunan ev deyil. Hardasa 40 min, 50 min, 60 min manat bura pul qoysaz, maksimum 50 min manat bura pul qoyulsa dəyərli izləyicilər, həqiqətən də yəni bu evin tayı bənzəri olmaz. Bu qiymətə satışda belə bir ev axtarıb tapıb ala bilməlisiniz. Qiymət bu vəziyyətdə 115 min manatdır. Biraz endirim olacaq. Bura mansard hissəsinə çıxışdır. Təqdim edəcəm sizlərə. Diqqətlə baxın. Burada evin birinci yataq otağıdır. Otaqların hamısı böyükdür. Tüm pəncərələrin qabağı açıqdır. Baxın, belə bir yataq otaqlarıdır. Növbəti otağı. Növbəti otağı. Bura balkon sahəsidir. Deməli, gəlin qalxaq ikinci mərtəbəni sizlərə təqdim edim. Burada yenə birinci mərtəbədə olduğu kimi hamam sanuzeldir. Və belə bir mansard hissəsi var. Dəyərli izləyicilərimiz, əlavə olaraq mansarda sanitar qovşaq üçün yer nəzərdə tutulub. Mansarddan da eyvan sahəsinə çıxışı var. Nəzərə alsaq ki, burada torpağın bir sotu minimum 20 min manatdır. Yolu asfaltdır. Masazırı tanıyanlar bilir haradır bura. Zaur Həsənov küçəsidir. Çox super bir ərazidir. Qiymət də 115 min manat əla bir təklifdir. Ev sahibinin hardasa 6-7 min vergisi var. Evin kupçasını aldığı üçün. Ev də mükəmməl səviyyədə inşa olunub. Mükəmməl səviyyədə. Əla evdir. Yəni kim alsa bu evi udacaq həqiqətən də. Düşmə bir təklifdir. Sözümə inanın. Qiymət 115 min manatdır. 3 sotda, 3 mərtəbəli, 6 otaqlı həyət evidir. 11-in 10-a ölçülərində inşa olunub, Masazırda yerləşir. Sağ olun, salamat qalın.